Deməli, yazılıb ki, 12 üstü x çıxılsın 3 üstü x böl 6 üstü x çıx 3 üstü x bərabər 33 tənliyini həll edin. Bu tənliyi həll etmək üçün 12 üstü x-i parçalamaq lazımdır. 12 üstü x yazıram. 4 üstü x vur 3 üstü x minus 3 üstü x bölünsün. 6 üstü x'i də parçalayanı yazırsan 2 üstü x vurulsun 3 üstü x minus 3 üstü x bərabərdir 33-ə. Deməli, bu tənliyi həll etmək üçün hər ikisindən 3 üstü x-i mötərizə xaricinə çıxarda bilərəm. Düzdür? Olacaq 3 üstü x mötərizə xaricinə çıxır. Qalır 4 üstü x minus 1 bölünsün. Hər ikisində 3 üstü x var. Çıxardırsan mötərizə xaricinə qalır 2 üstündə x minus 1 bərabərdir 33-ə. Deməli, buradan 33-lər, 3 üstü x-lər ixtisar getdi. Yerdə qaldı 4 üstü x 4 üstündə x minus 1 bölünsün 2 üstündə x minus 1. 4 üstü x-i yaza bilərəm 2 üstündə 2x minus 1 bölünsün 2 üstündə x minus 1. 2 üstü də 2x minus 1 yaza bilərəm 2 üstü x minus 1 2 üstündə x plus 1 bölünsün 2 üstündə x minus 1 bərabərdir 33-ə. Deməli, buradan 2 üstü x minus 1-lər gedir. Qalır məxrəcdə, daha doğrusu sürətdə 2 üstündə x plus 1 bərabər nəyə? 33-ə. Buradan 2 üstündə x olacaq 33-dən 1 çıxsın 32, x də olacaq 5-ə.